Azərbaycanın görkəmli sənətkarı, teatr və kino aktyoru, rejissoru Abbas Mirzə Şərifzadə kino sənəti ilə yaxından tanış olduqdan sonra belə demişdi: kino musiqidir, kino teatr, kino ədəbiyyatdır, kino aləm. 30-cu illərdə Moskvaya kinematografiya institutuna gedib təhsil almaq çox insana nəsib olmur. 30-40-cı illər kino tarixinin sannaməsinə nəzər salsaq, orada təsadüfən də olsa Əbdül Həsənovun adına rast gəlmək olur. O həmin dövrdə Bakı Kino Studiyasının ən fəal rejissorlarından biri olmuşdur. O təkcə 20-dən yuxarı filmin müəllifi idi. Lakin o 40-cı illərin sonunda kinostudiyadan ayrılmış və bir daha bu sahəyə qayıtmamışdır. Bu hadisədən illər keçir. Azərbaycan Kino Ensiklopediyası kitabı hazırlanarkən 30-40-cı illərdə bir vaxtlar Bakı Kino Studiyasında işləmiş, sonralar yoxa çıxmış sənətkarlar, rejissorların izinə düşülür. Onlar axtarılır. Həsənov Əbdülhüseyn Məmməd Qafiroğlu 1905-ci il noyabr ayının gündüründə Bakının Ramana kəndində anadan olmuşdur. O, kəndin məşhur qara gedənlər rəsminin nümayəndəsi idi. Məmməd Qafur kişinin çox böyük ailəsi var idi. Bu ailəni saxlamaqda ona qardaşı neft yolcusu sahibkar Məmməd Sadıq köməklik edərək onun ailəsini himayəyə götürmüşdür. Əmisinin ailəsində böyüyən Əbdülhüseyn Rus və Alman dillərini mükəmməl bilən dayələrin himayəsi ilə böyüyür. O öz ana doğma dilindən başqa Rus, Türk və Alman dillərini mükəmməl bilirdi. Eyni zamanda o, piyanoda çox mükəmməl çalırdı. Bəzən insanların həyatında baş verən müəyyən hadisələr onların gələcək taleyini də həll edir. Əbdülhüseynin də həyatında 20-ci ildə baş verən mühüm hadisə Azərbaycanda Xalq Cümhuriyyətinin devrilməsi və Azərbaycanda Sovet hökuməti qurulandan sonra baş verdi. Bildiyimiz kimi Sovet hökuməti varlı insanların, bütün sahibkarların, neft budaların mülklərini, torpaqlarını, mədənlərini əlindən alırdı və Məmməd Sadıqın da mülkləri əlindən alınandan sonra onlar kəndə gəlib bir vaxt fəhlələrin yaşadıkları baraklarda yaşamağa məcbur edilir. Lakin çox keçmir ki, Əbdülhüseyn ölkədə, kənddə baş verən hadisələrə qoşulur. Çünki o çox bacarıqlı, istedadlı, savadlı, gənc, bilgili. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Ramananın sahibkarlarından biri də, neft budalarından biri də Qurban bəyindi. 460 mülk bina mülk olmuşdu və onun da əlindən torpaqları, mədənləri, hətta evi də alınır və bu Ramana kəndində puluma çevrilir. 20-ci illərdə ölkədə savadsızlığı ləğv etmək kampaniyası başlayır. Bu kampaniyanın fəal iştirakçılarından biri də Əbdülhüseyn Həsənov olmuşdur. 15 yaşlı Əbdülhüseyn öz həmkənlərinə, digər müəllimlərlə birlikdə savadsızlığı ləğv etməkdə böyük köməklik göstərmişdir. Görkəmli yazıcı, müharibə iştirakçısı Süleyman Vəliyev öz xatirələrində belə qeyd edir. 30-cu illərdə Azərbaycan Yazıçılar İttifaqından bəzi yazıçılar Ramana kəndində yerləşən klub'a gələrək burada insanlara yazı sənətini öyrədirdilər. Əbdülhüseyn Həsənovun oğlu Əkbər bəy öz atası haqqında belə danışır. Atam çox mükəmməl və savadlı yazırdı. O, geniş söz ehtiyatına
malik idi. Yəqin ki, Əbdülhüseyn bu qabiliyyəti həmin söz sənəti kurslarında əldə etmişdi. 20-30-cu illərdə gördüyünüz bu mülkdə, Qurban bəyin mülkündə, yəni klubda maraqlı hadisələrdən biri də ondan ibarət idi ki, həmin dövrdə səssiz filmlər həmin klubda nümayiş olunurdu. Həmin nümayişlər zamanı Əbdülhüseyn piyanonun arxasına keçərək öz gözəl ifaları ilə həmin səssiz filmləri müşahidə edir. Bax, arzucu olaraq bu filmləri piyano arxasında müşahidə etmək, filmlərə baxmaq, onda kino sənətinə həvəs yaradır. Kino sənətinə böyük məhəbbət, sevgi nəhayət bunu 1930-cu ildə Moskva kinematografiya kursuna aparır. Rus dilini çox mükəmməl bilən Əbdülhüseyn yüksək qiymətlərlə imtahan verərək ali məktəbə daxil. Bu ali məktəbdə o bir çox görkəmli müəllimlərdən dərs alır, kino rejissorluq sənətinin sirlərini öyrənir. Onu rektorun kabinetinə çağırırlar. Rektor ona verir. Yoldaş Həsənov, sənin ali məktəbdə təhsil almağından, bilmiyindən, bacarığından, fəallığından tamamilə razıyıq. Lakin sənin doğma kəndindən, Qamara kəndindən ali məktəbə məktubu gəlmişdir. Və orada bildirir ki, sən varlı bir sahibkarın qardaşı olmuşsan. Və ona görə də sən bugündə gəlb etməlisin. Beləliklə Əbdülhüseynin ümidləri bu cür. O ağrılar, acılar içərisində doğma kəndinə qayıdır. 1931-ci ildə Bakıya qayıdan Əbdülhüseyn tezliklə Bakı Kino Studiyasında operator köməkçisi kimi işə tapılır. Kino sənətinə böyük həvəs, daim irəliyə doğru getməsinə səbəb olur. Çox keçilir ki, rejissor kimi də fəaliyyət göstərir. 1941-ci İkinci Dünya Müharibəsinə qədər o Bakı Kino Studiyasında xroniki şöbənin ən fəal əməkdaşlarından biri idi. 1936-cı ildə Bakıda Silahlar Nümayi, 1932-ci ildə Dağlıq Qarabağda, 1932-ci ildə Uşaq və İstiqamət Mərkəzi, 1938-ci ildə Yeremeyev, rejissor Yeremeyevlə birlikdə Yaşasın Azərbaycan artistləri, yenə də 1938-ci ildə Rəhbərin Vətənində, 1939-cu ildə Musayevlə birlikdə öz maarifçi, yazıcı, mütəfəkkürləri axınlıqda, 1939-cu ildə və s. filmləri çəkmişdir. 1939-cu ildə İkinci Dünya Müharibəsi başlayır. 1941-ci ildə iyun ayının 2-sində faşist Almaniyasının setləri düzəlməsində setləri də İkinci Dünya Müharibəsində oluşur. Bir çox həmkəndləri kimi Əbdülhüseyn Həsənov da orduya cəbhəyə yola düşür. 41-ci ilin noyabr ayında. Belə ilk günlərdə döyüşən ordunun tərkibində bir sıra döyüşlərdə iştirak edir. O dövrdə tez-tez deməli incəsənət xadimləri, yazıçılar, şairlər döyüşən orduya gəlir. Qısa fasilə vaxtlarda konsertlər verir, döyüşçülərlə, əskərlərlə görüşürdülər. 1942-ci ildə həmin döyüşən orduya gələn yazıçı şairlərin içərisində Rəsul Rza da var idi. O Əbdülhüseynlə görüşür və onun çox böyük təkidi, xahişlərindən sonra Əbdülhüseyn ordudan tərxis olunur və yenidən Bakıya, kinostudiya öz əvvəlki peşəsinə qayıdır. Lakin bu demək deyildi ki, Əbdülhüseyn cəbhədən uzaq düşmüşdü. O dövrdə Bakı kinostudiyasında deməli müxtəlif qruplar yaradılmışdı. Çəkiliş qrupları, həmin çəkiliş qrupları döyüşlərin getdiyi ən qızğın nöqtələrdə deməli iştirak edir, döyüş səhnələrini çəkirdilər və həmin çəkilişlər dərhal deməli Moskvaya göndərilir. Orada baxılaraq kino jurnallarda nümayiş etdirilirdi. Həmin dövrdə Bakı Kino Studiyasında yaradılan
həmin qruplardan birinə də Əbdülhüseyn rəhbərlik edirdi. Əbdülhüseyn Həsənov həmin qrupların tərkibində bir çox cəbhələrdə olmuş, dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Dövründə onun həyatında baş verən maraqlı hadisələr İranla olmuşdu. 1943-cü ildə Tehran konfransı ərəfəsində İrana ezan olunmuşdu. O burada Qəzvidə kömək, İran Azərbaycanın paytaxtında filmlərinin çəkilişində iştirak etmişdi. Maraqlı bir cəhət oldu ki, onun dayıları, onlar da deməli Ramanada varlı sahibkarlar olmuşdular. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ölkəni tərk edib İrana getmişdi. O maşınla hərəkət edərkən yolun kənarında dayanan dayılarını görür və şoferdən xahiş edir ki, maşını sürəndən sonra bir də həmin yerə qayıtsın. Və bir neçə dəfə o həmin yerin ətrafında fırlanır və dayılarına həsrətlə baxır. Onlar da onu görürlər, onu tanıyırlar. Lakin nə Əbdülhüseynlə də onlar bir-biri ilə danışmırlar. Çünki Əbdülhüseyn çox yaxşı bilirdi ki, onlar su orqanların nəzarəti altındadır. O nə özünü, nə də dayılarını təhlükə altında olmaq istəməmişdi. O, onun dayıları ilə son görüşü olmuşdu və ona çox böyük təsir göstərmişdi. Onun növbəti çəkilişlərindən biri blokadada olan Leningrad şəhərində olmuşdu. Özü xatirələrində belə yazır ki, mən deməli qış idi, qar, soyuq, əlimdə çəkiliş aparatları ilə birlikdə şəhərin içi ilə gedirdim. O zaman bir səs eşitdim. Əbdülhüseyn, Əbdülhüseyn və ətrafa baxdım. Bir tərəfdə qadınlar dayanmışdı. Onları demək olar ki, bir-birindən ayırmaq qeyri-mümkün idi. Çünki hamısı möhkəm geyinmişdi, başında şalları var idi. Onu çağıran qadın isə əslən Ramanalı, onun yaxın qohumu olan Məşədi Zəhra xanım İsrafilov Təhməzin anası idi. Bu görüş çox təsirli olub. Çünki həmin dövrdə Təhməzlə Leningrad uğrunda döyüşlərdə iştirak edirdi və anası da Leningradda yaşayırdı. 1945-ci ildə müharibə qələbə ilə başa çatır. Qələbədən sonra yenidən Bakı kinostudiyasında öz işini davam etdirən Əbdülhüseyn 40-cı illərin sonunda daha 3 sənət film çəkir. Bu filmlər Daşkəsən, Özbəkistan, Stalin Bulovun Yeni Qələbəsi sənətli filmləri idi. 40-cı illərin sonunda Əbdülhüseyn Səadət adlı gözəl bir roman yazır. O bir daha sübut edir ki, bu insan çox hərtərəfli, bacarığa, istedada malik bir şəxsiyyət olur. Və bir gün yazdığı romanın əlyazmalarını adını demədiyi bir yazıçı təqdim edir və onun fikrini öyrənmək istəyir. Yazıçı əsəri oxuyandan sonra onu belə deyir. Yazıçılıq, əsər yazmaq sənin nəyinə lazımdır? Gəl sən mənə ver, mən onun qanararını sənə verərəm. Bundan əsəbləşən Əbdülhüseyn evə gəlir və həmin Səadət romanının bütün əlyazmalarını cıraraq ocağa atır. Və bundan sonra onu bir daha kinostudiyada görən olmur. Bakı kinostudiyasından ayrıldıqdan sonra Əbdülhüseyn Həsənov 1950-77-ci illərdə Bakı, Moskva qatarında yük paylayıcısı kimi işləmişdi və bir daha kino sənətinə qayıtmışdı. O eyni zamanda bu idarədə partiya təşkilatının rəhbəri idi. Hamı onu sevirdi, ona hörmətlə yanaşır. Həsənov Əbdülhüseyn 1977-ci il oktyabr ayının 29-da dünyasını dəyişmişdi və Ramana kənd qəbirstanlığında dəfn olunmuşdu. Bu il Əbdülhüseyn Həsənovun anadan olmasının 120 ili tamam olur. Ramananın ilk kino rejissoru, operator olan bu şəxsin yubileyini qeyd etmək hamımızın
borcudur. Sağlıq olsun. Ataların belə bir deyimi var. Zər qədrini zərgər bilər. Azərbaycanın görkəmli kino bilicisi, əməkdar incəsənət xadimi, Azərbaycan kinematoqrafçıları kitabının müəllifi Aydın Kazımzadə Əbdülhüseyn Həsənov haqqında belə demişdir. Azərbaycan kinosu təkcə filmlərdən ibarət deyil. Azərbaycan kinosu həm də onu yaradanlardır, inkişaf etdirənlərdir. Rejissor Əbdülhəsənov məhz belə yaradıcılardan biri olmuşdur.